Növbəti sualım işlə bağlı olacaq. Universiteti bitirəndən sonra iş tapmaq prosesi sizin üçün necə oldu və ümumiyyətlə universitet bununla bağlı sizdən əlavə öz qrup yoldaşlarınızla təcrübələrini bölüşə bilərsiniz. Universitet bu məsələ ilə bağlı sizi dəstəkləyirmi? Siz dediniz ki, burada ümumi tələbələr nəzərdə tutulur. Əslində ümumi tələbələr olaraq bilmirəm bu suala necə cavab verim. Çünki bu şəxsən mənim başıma gəlib. Yəni universitet elmi rəhbərim mənə bir növ referans durub və mən işə qəbul olmuşam. Çünki təcrübə keçdiyim idarə indiki işlədiyim idarədir və orada artıq mən potensialımı bilirdilər. Həmçinin həmin idarədəki müəllimlər də universitetdə mənə dərs tədris edən müəllimlərdən biri olub. Onlar mən diplomu müdafiə edəndən sonra fikirləşdim ki, mən necə işə qəbul olacağam və xatırladım ki, onlar mənə söz arası deyirdilər, siz işə qəbul olanda bunu bilməlisiniz və s. Sadəcə olaraq getdim, dedim ki, mən diplomu müdafiə eləmişəm. İş həyatıma necə başlaya bilərəm? Onlar da təklif edədilər ki, sənədlərini gətir, işə başlaya bilərsən bu şəkildə. Amma digər tələbələr üçün bu hər zaman belə olmur. Mən təklif eləyərdim ki, abituriyentlər və yaxud da tələbələr tədris illəri müddətində həmin ixtisasın iş imkanlarını müəllimlərindən ətraflı öyrənsinlər. Mən harda işləyə bilərəm? Hansı şirkətlər var? Həmin müəllimlərin də çünki həmin şirkətlərlə əlaqələri olur. İstər-istəməz onlara mütəxəssis yönləndirlər. Dərsini yaxşı öyrənən, həqiqətən bu oxuduğu dərsin, ixtisasın mütəxəssisi olmaq istəyənlər bir tələbə, müəllim istər-istəməz o tələbəni ayırd edir və o tələbə yaxınlaşıb müəllimdən iş istəyəndə, yəni pis də çıxsa, iş imkanı haqqında maraqlananda müəllim onu yönləndirəcək məncə. Və əsasda mühəndisliklə bağlı fəaliyyət göstərən, daha doğrusu mühəndis kimi fəaliyyət göstərən müəllimlərin bu tip imkanları, əlaqələri daha geniş ola bilər. Təbii ki, əlbəttə onlar məlumatlıdırlar. Harda hansı vakansiyalar var. Mən magistrda da bunu çox yüksək səviyyədə görürəm. Hətta bizim müəllimlərimiz deyir, sən niyə işsizsən, işsiz olan varsa aramızda, sən niyə işsizsən, burada vakansiya var, səni deyim, referans kimi, sən orada işlə. Yəni bu çox yüksək səviyyədədir. Mən onu magistrda daha çox gördüm. Tələbəlik illərində, yəni bakalavr tələbəlik illərində biraz uşaqlar dediyim kimi ixtisasa maraqsız idilər açığı. Ona görə bu söhbətlər müzakirə olunmurdu. Amma magistrda artıq hər kəs daha ciddi yanaşır və müəllimlər də iş imkanlarını tez-tez təklif edirlər.